إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله صلى الله عليه وآله وسلم أما بعد السلام عليكم ورحمة الله وبركاته. Deməli qardaşlar, bugün Nəvəvi Rəhmətullah aleyhin 40 hədis kitabından 42-ci hədisi götürürük. Bu müqəddimədə qeyd eləmişdik ki, bu yuvarlaq olduğuna görə buna deyilir ki 40-lıq 40 hədis, lakin kitabda əslində 42 hədisdir və bugün inşallah sonuncu dərsdir. Deməli hədis belədir ki, عن أنس بن مالك رضي الله عنه قال سمعت رسول الله صلى الله عليه وسلم يقول. Ənas ibn Malik radiyallahu anhu deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləmin belə dediyini eşitdim. Qal Allahu Teala, Allah azze ve celle, Allah Teala dedi: Ya ibn Adem, inneke ma da'avtani ve racavtani gafartu laka ala ma kana minka ve la ubali. Ey Adem övladı, sən mənə dua etdiyin və mənə ümid bağladığın müddətcə mən sənin üzərində olduğun günahları bağışlayaram və buna əhəmiyyət vermərəm. Ya ibn Adəm, ləv bələğət zunubuka anənəs-səmə thumma istəğfərtəni qafartu lək. Ey Adəm övladı, əgər sənin günahların göylərə çatsa belə, sonra sən o günahlardan bağışlanma diləsən, istiğfar etsən, mən səni bağışlayaram. Ya ibn Adəm, innəkə ləv ətəytəni bi qurabil ardı xataya, thumma laqitəni la tuşriku bi şeyən la ətəytukə bi qurabihə məğfirə. Ey Adəm övladı, əgər sən mənə yer dolusu xətalar ilə, günahlar ilə gəlsən və sonra mənə heç bir şeyi şərik qoşmadan mənə qovuşsan, mən də sənə elə yer dolusu qədər məğfirət ilə gələrəm. Ravahu Tirmizi və qalə hadisun həsən. Bu hədisi Tirmizi rahiməhullah rəvayət edib və deyib ki, hədis həsəndir. Bu hədis İmam Tirmizinin infratlarındandır. Yəni Tirmizinin tək rəvayət etdiyi hədislərdəndir. Bu hədis nə Buxaridə, Müslimdə, Abu Davud, Nəsai, İbn Məcə, digər sünənlərdə yoxdur. Bu hədisi yalnız Tirmizi rəvayət edib və deyib ki, Həsən Qarib. Tirmizi hədisi rəvayət edəndən sonra ümumiyyətlə İmam Tirmizinin sünəninin digər kitablardan fərqli yönlərindən birisidir ki, adətən Tirmizi rəhmətullah aleyh bir hədisi gətirəndən sonra adətən hədisin hökmünü deyir ki, hədis səhihdir, həsəndir. Və bundan qabaqki dərslərdə də götürmüşdük ki, və İmam Tirmizinin özünə xas bəzi istilahları var. Məsələn, bir hədisə deyir ki, həsən, hədis sahih və həsən. Hədis səhihdir və həsəndir. Və məsələn, Həsən Qarib. Bu hədisə belə deyir. Hədisin sonunda deyir ki, Həsənun Qarib. Yəni, hədis həsəndir və həm də qaribdir. Yəni, tək bir yolla rəvayət olunan hədisdir. Ona görə deyir ki, Lə nə'rifuhu illə min hədəl vəc. Bu hədisi bu yoldan, bu sənəddən başqa bir sənədlə rəvayət olunduğunu bilmirik. Və doğrudan da hədis həsən hədisdir. Tirmizi rəhmətullah aleyhin dediyi kimi və Şeyx Albani rəhmətullah da hədisi həsən görüb. Həsən yəni nə səhih deyil, nə də zəif deyil. Səhih nə zəif arasında bir mərtəbədir və etibarlı hədislərdən sayılır. Və bu hədis qudsi hədislərdəndir. İlahi, Rabbani hədislərdəndir. Bundan qabaqki dərslərdə götürmüşük. Yəni Peyğəmbər sallallahu aleyhi və səlləmin öz Rəbbindən rəvayətidir. Ona görə hədisdə gəlir ki, Allah Resulü aleyhissalatu vesselam dedi ki, Qal Allahu Teala, Allah Teala dedi. Peyğəmbərimiz Allahın dediyini, sözünü öz sahabələrinə, ümmətinə nəql edir. Ümumiyyətlə bu hədisin muhtəvası nədir? Bilirsiniz ki, və bu barədə çox saylı dəlillər var, hədislər var ki, yəni Adəm övladı xəta edəndir. Yəni Allah Azze ve Celle insanı elə yaradıb ki, insan xəta etməyə məhkumdur ya yox. Bu cümlə düzdür? Bəli, düzdür.
Yəni həqiqi mənada məhkumdur, məcburdur xəta etməyə mütləq. Mütləq. Çünki mələk deyil axı. Əgər nəfsi varsa, əmməratun bissu, ona daima pisliyi əmr edən nəfsin sahibidirsə, deməli xəta eləməyi labüddür. Hətta peyğəmbər olsa belə. Hətta peyğəmbər, nəbi, rasul olsa belə. Ona görə baxın, Quranda rasulların nə qədər xətalarını Allah Azza və Cəllə zikr edib. Lakin peyğəmbərlər öz risalətlərində, yəni dini təbliğdə, vəhyi təbliğdə məsumdular. Məsum, yəni Allah tərəfindən qorunmuş. Amma bəşər olaraq xəta edə bilərlər və bunun da Quranda nə qədər misalları var. Yəni Adəm övladı belədir. Adəm övladı xəta edəndir, necə hədisdə gəlib, və ən xeyirli xəta edən xətalarından Rəbbinə dönəndir. Lakin Allah Azza və Cəllə rəhmətindəndir ki, insanı belə yaratsa da, xəta edən, xətakar, günah edən, ona pisliyi daima əmr edən nəfsin sahibi olaraq yaratsa da, lakin Allah rəhmətindən, çünki Allahın rəhməti onun qəzəbini keçib, o günahları bağışlayacaq səbəblər yaradıb. Yəni insan bir tərəfdən günah edir, o bir tərəfdən də önündə o qədər səbəblər, yəni fürsətlər var ki, o günahlara kəffarə ola biləcək, o günahları silə biləcək, o qədər səbəblər var. Ona görə Allah Rasulü buyurur ki, لا يهلك على الله إلا هالك. Buna görə kimsə bu qədər günahları siləcək, günahları kəffarə olacaq səbəblərdən istifadə etməyib, yenə də qiyamət günü Rəbbinin önünə üzü qara çıxsa, deməli o həqiqətən də elə həlakə layiq olanlardandır. Deməli, günahların kəffarəsi ola biləcək, insanın məğfirəti, Allahın rəhmətini, əffini ona qazandıra biləcək səbəblər çoxdur. Və o səbəblərdən üçü bu hədisdə zikr olunur. Günahlara kəffarə olacaq, insanın Allahın əffinə müvəffəq elətdirəcək səbəblərdən üçü bu hədisdə zikr olunur. O səbəblərdən birisi hansıdır? Allaha ümid bağlayaraq, yəni bu duanın qəbul olmasına ümid bəsləyərək, Allahın əffinə ümid bəsləyərək, Allaha edilən dua. Yəni əd-dua ma'ar-rəca. Rəca, ümid üzərində olan dua. Məğfirətin səbəblərindəndir. Günaha kəffarə olacaq səbəblərdəndir. Bu birinci səbəb, hansı ki hədisdə zikr olunur. O da Allah Rasulunun hansı sözüdür? Daha doğrusu Allah Azza və Cəllənin, Ya ibnə Ədəm, ey Adəm övladı, innəkə mə dəavtəni, sən mənə dua etdiyin müddətcə, və rəcavtəni, mənə ümid bəslədiyin müddətcə, qafartu ləkə alə mə kənə minkə və lə ubəli. Sənin üzərində olduğun günahlarını bağışlayaram və o günahlara və lə ubəli, o günahlara əhəmiyyət vermərəm iki mənada. Yəni, o işlədiyin günahların böyüklüyünə, ikinci, işlədiyin günahların çoxluğuna, və lə ubəli, əhəmiyyət vermərəm. Yəni, Allah Azza və Cəllə buyurur ki, sənin işlədiyin günahların çoxluğu və ya böyüklüyü mənim üçün önəmli deyil. Mənim üçün önəmli olan o günahı edən bəndənin bu halda olmasıdır. Hansı halda? Birinci hal, ümid üzərində Rəbbinə dua eləməsi. Deməli, bu birinci səbəbdir. Birinci səbəbdir, deməli, rəca üzərində edilən dua məğfirət üçün səbəbdir. Günahlar üçün kəffarədir. Tamam, burada dua deyiləndə nə nəzərdə tutulur? Yəni, qulun günahlarının əffi üçün Allaha yalvarması bu nəzərdə tutulur? Cavab yox. Adi dualar. Niyə? Çünki bu nəzərdə tutulsaydı, bu nə adlanır? Tövbə. Hədisdə tövbə gəlmədi. Hədisdə gəldi ki, mənə ümid bəslədiyi və mənə dua etdiyi müddətcə. Və geri gəlmişkən, burada innəkə mə dəavtəni və rəcavtəni, orada mə, ərəb dilini bilən qardaşlar üçün faydadır. Orada onun iki mənası var. Birinci mənası mə,
şərtiyyədir. Şərt mənasında. Bu mənada götürsək, hədisi belə tərcümə edirik ki, yəni, ey qulum, ey Adəm övladı, şərt mənasında. Yəni, əgər sən mənə dua etsən, əgər sən mənə ümid bağlasan, günahlarını bağışlayaram. Yəni, əgər belə etsən, belə olacaq, şərt mənasında. İkinci mənası əl-masdariyyədir. Masdariyyə, yəni mənası, yəni mənə dua etdiyin və mənə ümid bağladığın müddətcə mən də sənin günahlarını bağışlayaram. Və bayaq dediyim kimi, burada dua günahların əffi üçün olan dua deyil. Adi müsəlmanın Rabbinə gündəlik etdiyi dualar deməli onun günahlarına kəffarədir. Bəli. Yəni, məsələn, dua edirsən ki, Allahım, inni əsəlükə rızqan tayyibə, səndən pak ruzu diləyirəm. Zürriyyətən tayyibə, səndən pak zürriyyət diləyirəm. İlmən nafi'a, faydalı elm diləyirəm. Xuluqan həsənə, səndən gözəl əxlaq diləyirəm. Lisanən sadiqa, sadiq dil diləyirəm. Qalbən səlimə, səlim qəlb diləyirəm. Dua eləyirsən də, hə? Və bu dualar həm də günahları kəffarədir. Bunu bilirdiniz? Hə? Və hədisdə qəsd olunan da budur. Niyə? Çünki dua, qardaşlar, özü özlüyündə ibadətdir. Və qulluğun izharıdır. Qulun Rəbbi barədə yaxşı zəndə olmasının izharıdır. Və bu da səlim qəlbin əlamətlərindəndir. Necə qulun Rəbbi barədə yaxşı zəndə olması? Əgər qul daima Rəbbinə yalvarandısa, bu nəyin dəllidir, nəyin əlamətidir? Deməli, Rəbbi barədə bu zəndədir ki, Rəbbi onu eşidir. Rəbbi onunladır. Hər bir halında ona yönəlməlidir. Və bu hal var, ha? Bu hal. Bu hal günahlara kəffarə olacaq səbəblərdən birisidir. Deməli, dua edən bəndə o duasında istədiyi şey ona verildi, verilmədi, bunu düşünməli deyil. Ən birinci bunun fərqində olmalıdır ki, əd-dua huvəl-ibadə. Dua ibadətin özüdür. Və bir hədisdə gəlir ki, muxul ibadə, o hədis zəifdir, sənəd baxımından. Yəni, dua ibadətin özəyidir, onun mayasıdır. Dua eləyən bunu düşünməlidir. Ona görə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, mən u'tiyyəd dua, u'tiyyəl icabə. Kimə dua bəxş edilibsə, ona icabət də bəxş edilib. Yəni, duanın qəbul olması. Ona görə Allah azə və cəllə buyurur ki, hətta Peyğəmbər sallallahu aleyhi və səlləm deyəndə ki, əd-dua huvəl-ibadə, dua ibadətin özüdür. Sonra Qafir surəsi 60-cı ayəni oxudu. Və qalə rabbukum ud'uni əstəcib ləkum. Rəbbiniz dedi ki, mənə dua edin. Nə edin? Dua. Sizin duanızı qəbul edin. İnnəl-ləzīnə yəstəkbiruna an ibadəti səyədxuluna cəhənnəmə dəxirin. Mənə ibadətdən təkəbbürlük edənlər, mənə nədən? İbadətdən. Allah azə və cəllə dua nə adlandırdı? İbadət. Alçalmış olaraq cəhənnəmə girərlər. Deməli, fikir verin, bu ayədə birinci fayda, elə ayənin özündən bildik ki, dua nədir? İbadətdir. Çünki Allah azə və cəllə dedi ki, mənə dua eləsinlər, qəbul edin. Sonra dedi ki, əgər mənə ibadətdən təkəbbürlü etsələr, duanı ibadət adlandırdı. Bu bir. Nəticə nə olacaq? Səyədxuluna cəhənnəmə dəxiri. Yəni, insan Allaha dua etməkdən dilini saxlasa, təkəbbürlü eləsə, nəticə nədir? Alçalmış olaraq cəhənnəmə girəcək. Əgər duadan uzaq durmağın nəticəsi budursa, əksi nədir? Məğfirəti səbəbdir. Bu ikinci fayda. Üçüncü fayda, وَقَالَ رَبُّكُمُ دُعُونِ أَسْتَجِبْ لَكُمْ. Rəbbiniz dedi ki, mənə dua edin, duanızı qəbul edin. Və başqa ayədə Uca Allah buyurur ki, وَإِذَا سَأَلَكَ عِبَادِ فَإِنِّي قَرِيبٌ Ucibu da'vətə da'i izə da'an. Qullarım səndən məni soruşurlar, mən onlara çox yaxınam. Mənə dua edənin, məni çağıranın çağırışına, duasına cavab verərəm. Bəzi alimlər, İmam Şevkan rahmetullahi aleyh kimi, bu ayələrə əsasən deyiblər ki, ümumiyyətlə duanın qəbul olmaması belə bir şey yoxdur. Niyə? Çünki ayələrdə açıq aydın.
Bir ayədə buyurur ki, وَقَالَ رَبُّكُمُ دُعُونِ أَسْتَجِبْ لَكُمْ. Rabbiniz dedi ki, mənə dua edin, cavab verin. وَإِذَا سَأَلَكَ عِبَادِ عَنِّي فَإِنِّي قَرِيبٌ. Qullarım ey Muhammed, səndən məni soruşurlar. فَإِنِّي قَرِيبٌ. Mən çox yaxınam. Və Allahın qurb sifəti yaxınlıq, məiyyə deyil. Məiyyə ümumidir. Qurb sifəti möminlərə xasdır. Ucibu da'vətə da'i izə da'an. Mənə dua edənin, məni çağıranın çağırışına mütləq cavab verərəm. Ayələrə fikir verin. Ona görə bəzi alimlər deyiblər ki, duanın qəbul olmaması deyiləsi bir şey yoxdur. Və bu haqdır, bu haqdır. Yəni duanın, yəni ixlasla, səmimi olaraq bəndə Rəbbinə dua eləsin və dua qəbul olunmasın, bu mümkün deyil. Quran və sünnə ilə bu mümkün deyil. Bəs necə olur? Axı dua eləyirsən, nəsə istəyirsən, axı istədiyin verilmir axı bəzən sənə. Hə, bu ola bilər. Bu ola bilər ki, dua edəndə nəysə istəyəsən, duada istədiyin sənə verilməsin. Lakin duada istədiyinin sənə verilib verilməməsi bir şeydir. Duanın qəbul olunub olunmaması ayrı bir şeydir. Ona görə ola bilsin, bəndə dua eləsin Rəbbinə və duasında nəysə istəsin, Allah Azza və Cəllə istədiyini ona həmən versin və bu duanın qəbul olmasıdır. Və ola bilsin, qul Rəbbindən nəysə istəsin, lakin bilməsin ki, istədiyi o şey əslində onun üçün xeyir deyil, şərdir. Xeyir deyil, şərdir. Onu bilmir. Məsələn, insandır, fitrəti etibarı ilə mala, mülkə qarşı iradəsi çox zəifdir. Və Allah Azza və Cəllə də o quluna rəhm eləyir. Ona ruzunu verəndə elə miqdarda verir ki, onda tuğyan, həddi aşma baş qaldırmasın. O da gecə gündüz göz yaşları ilə Allahdan elə bir mülk istəyir. Allah duasında istədiyini ona vermir. Və verməməyi ilə onun duasını qəbul edib əslində. Niyə? Çünki şəri ondan dəf edib. Və bunun ondan xəbəri yoxdur. Və ola bilsin, insan nəysə dua eləsin, duasında Allahdan nəysə istəsin, ola bilsin, istədiyini Allah ona verməsin, lakin onun mislində ona gələcək bir şəri, fəsadı ondan dəf etsin. Və bu duanın qəbul olunmasıdır. Niyə? Çünki başına gələ biləcək o şər nəyin səbəbi ilə dəf edildi? Etdiyi duanın. Deməli, qəbul olunub da. Və ola bilsin, dua eləsin, duasında istədiyi ona verilməsin və o saxlanılsın qiyamət gününə, axirətə. Və qiyamət günü o dualar önünə çıxsın. Salih əməl, ibadət olaraq. Və bu duanın qəbul olunmasıdır. Və bütün bunlar, qardaşlar, bütün bunlar hamısı sünnədə varid olub. Özümüzdən demirik. Hamısı barədə ayrı-ayrı hədislər varid olub. Bunu bildik. Bir də ola bilsin, qul Rəbbinə dua eləsin. Duasında istədiyi ona verilməsin. Lakin etdiyi o dua səbəbi ilə hansısa bir günahı bağışlansın. Allahdan ruzu istəyir. Allahdan maşın istəyir. Nəsə istəyir, övlad istəyir. Ola bilsin, vermədi. Lakin o duası səbəbi ilə hansısa günahlarını bağışladı. Və bu duanın qəbul olunmasıdır. Deməli, duanın qəbul olunması məfhumu dar deyil. Genişdir. Ona görə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Mə aləl ardı muslim yəd'ullahi bida'va. Yer üzündə elə bir müsəlman yoxdur ki, əl açıb Allaha dua edə, illə ətəhullahu iyyəhə. Və duasında istədiyini Allah ona verməsin. Dua eləyir və Allah ona istədiyini ona nə edir? Verir. Bu bir. Av sarafə anhu minəs-su misləhə. Yaxud ona gələ biləcək bir pisliyi o dua səbəbi ilə ondan dəf edir. Və başqa rəvayətdə gəlir ki, və immə ən yəddəxirəhə ləhu fil-əxirə. Lakin ola bilsin, o duasını Allah Azza və Cəllə onun üçün saxlayır axirətə. Və başqa bir rəvayətdə gəlir ki, əv yəğfirə ləhu bihə zənbən qad sələf. Və ola bilsin, etdiyi o duanın səbəbi ilə keçmişdə işlədiyi hər hansısa bir günahı bağışlasın. Deməli, dua özü özlüyündə nədir? Özü özlüyündə ibadətdir
və günahların bağışlanmasına səbəbdir. Lakin necə dua? Necə dua? Hədisdə gəlir. O dua ki, rəca üzərindədir. Yəni, bəndə dua eləyir, Rəbbi barədə zənni elədir. Elə səmimi dua edir ki, bu əmindir ki, duası qəbul olunacaq və bilir də duanın qəbul olunması nə deməkdir. Ona görə hədisdə gəldi ki, Yəbnə Ədəm, innəkə mə dəavtəni və rəcavtəni. Ey Adəm evladı, mənə dua etdiyin və mənə ümid bəslədiyin müddətcə sənin üzərində olan günahlarını bağışlayaram və o günahların çoxluğuna, böyüklüyünə heç bir əhəmiyyət vermərəm. Deməli, rəca üzərində qurulan, ümid üzərində qurulan dua günahlara kəffarədir. Ona görə Peyğəmbər sallallahu aleyhi və səlləm elə İmam Tirmizinin rəvat etdiyi digər həsən hədisdə buyurur ki, Udu'ullah və entum muqinun bil icabə. Allaha o duam yəqinliklə qəbul olunacaq deyib dua edin. Rəca üzərində, yəqinlik üzərində dua edin. Çünki Allah azza və cəllə qafil qəlbdən çıxan duanı qəbul eləməz. Və həmçinin burada qəribə bir hal var, bu əlavə bir faydadır. Baxın qardaşlar, biz dedik ki, dua özü özlüyündə günahların bağışlanması üçün nədir? Kəffarə. Necə ki, dua günahların bağışlanması üçün kəffarə olduğu kimi, tövbə və istiğfar da duanın qəbul olunması üçün səbəbdir. Aralarında bir tələzüm var. Biri digəri üçün səbəbdir. Dua günahların bağışlanması üçün, o günahların bağışlanması üçün edilən tövbə və istiğfar ki var, o da duanın qəbul olunması üçün səbəbdir. Ona görə alimlər qeyd edirlər ki, duanın ədəblərindəndir ki, dua edən nə istəyirsə istəsin, dua etməmişdən qabaq birinci günahlarının bağışlanmasını diləsin. Necə ki, məsələn, Süleyman əleyhissalam Rəbbindən mülk istəyir. Dua edir ki, həbli mulkən la yənbəği li əhədən min ba'di. Yəni, Allahım, mənə elə bir mülk ver ki, məndən sonra heç kəsə elə bir mülk nəsib olmasın. Lakin duasına bilirsiniz necə başlayır? Qalə Rabbi xfirli. Süleyman dedi ki, Rabbim məni bağışla və həbli mulkən. Və mənə elə bir mülk ver ki, məndən sonra heç kəsə nəsib olmasın. Allahdan mülk istəyir, lakin duanın əvvəlində nə etdi? Allahdan bağışlanma dilədi. Və məsələn, Yunus əleyhissalam balığın qarnında necə dua elədi? Allahdan bağışlanma dilədi və Allahı təzim elədi. Və həmçinin sünnədə gəlib ki, kim bu cür dua eləsə, onun da duası, yəni Allaha təzim üzərə və o dua ki, istiğfarla başlayır, tövbə ilə başlayır, həmçinin bu da duaların qəbul olunması üçün səbəbdir. Deməli, Şeyxülislam İbn Teymiyyə rəhmətullahi aleyhin tələbələrindən birisi nəql edir ki, İbn Teymiyyə öz dilindən. Şeyxülislam rəhmətullah deyir ki, bəzən elə olur ki, hansısa bir elmi məsələyə başvururam və o məsələ alınmaz bir qala kimi mənə çətin ağır gəlir. Alınmaz qala necədir? Həmin elmi məsələ o cür mənə ağır gəlir, həmən deyir, yönəlirəm istiğfara. Və bəzən olur ki, 1000 dəfə, mindən də artıq istiğfar edirəm. Əstəğfirullah və atubu ileyh, əstəğfirullah və atubu ileyh. Və sonra dua edirəm ki, ya mualləmə İbrahim allimni. Ey İbrahimin müəllimi, ey İbrahimə öyrədən mənə də öyrət. Və sonra Allah azza və cəllə mənim üçün elə şeylər açır ki, hətta o şeyləri mən heç bir kitabda görməmişəm. Heç bir kitabda oxumamışam. Nəyin səbəbi ilə? İstiğfarın səbəbi ilə görün dua necə qəbul olunur. Deməli, qardaşlar, bu hədisdə qeyd olunan birinci səbəb idi. Günahların bağışlanması üçün birinci səbəb. O da hansıdır? Rəca üzərində Allaha dua eləmək. Və ikinci səbəb, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Allah təbarəkə və teala dedi ki, Yəbnə Ədəm, ey Adəm evladı, ləv bələğət zunubuka anənə səmə, sümmə istəğfərtəni qafartu lək. Burada Nəvəvi qeyd eləməyib, Tirmizinin sünənində hədisin əslində gəlir ki, və lə ubəli. İkinci cümlədə də gəlir.
Yəni ey Adəm övladı, sənin günahların hətta göylər qədər olsa və sonra sən məndən bağışlanma diləsən, mən sənin günahlarını bağışlayaram və o günahların çoxluğuna əhəmiyyət vermərəm. Bu da ikinci səbəbdir. O da hansıdır? İstiğfar. Sənin günahların göylərə çata, sümmə istəğfartəni. Sonra mənə istiğfar eləsən, qafartu lək və lə ubəl. Günahlarımın çoxluğuna əhəmiyyət vermərəm və səni bağışlayaram. Bu da günahların bağışlanması üçün ikinci səbəbdir. O da istiğfar. Yəni bəndənin Rəbbindən günahlarının diləməsini tələb etməsi, istəməsi. İndi sual ortaya çıxır. Bu tövbədir, yoxsa yox? Cavab budur ki, bu tövbə deyil. Bu istiğfardır. Yəni bu hədisdə tövbə də günahların bağışlanması üçün səbəblərdəndir. Lakin hədisdə qeyd olunan ikinci səbəb istiğfardır. Yəni istiğfar ilə tövbə arasında fərq var? Fərq var. Ona görə Quran və sünnəyə baxanda biz bu fərqi görürük. Məsələn, Allah Azze ve Celle buyurur ki, وَاَنْ اِسْتَغْفِرُوا رَبَّكُمْ Rəbbinizə istiğfar edin, ثُمَّ تُوبُوا اِلَيْهِ Sonra ona tövbə edin. Allah Azze ve Celle tövbə ilə istiğfara ayırdı. Deməli, tövbə və istiğfar arasında fərq var. Və ya sünnədə nə qədər hədislərdə gəlib, Əstəğfirullah dualarda var. Və ətubu ileyh. Allahım sənə istiğfar edir və tövbə edirəm. Deməli, istiğfar ayrı şeydir. Tövbə ayrı şeydir. Hədisdə qeyd olunan məhz istiğfardır. Və məhz istiğfarın qeyd olunmasında çox böyük fayda var. Bu faydanı hardan bilə biləcək? O zaman ki, tövbə ilə istiğfar arasında olan fərqi biləndən sonra. Və tövbə ilə istiğfar arasında çox fərq var. Hətta bəzi alimlər 20-dən artıq fərq gətiriblər. O fərqlərdən əsasları hansılardır? Ən əsas fərq tövbə ilə istiğfar arasında odur ki, istiğfarı bəndə edə bilir, hətta günah üzərində olduğu halda. Yəni, insan günah edir, günah üzərindədir. Bu ola bilər, bu ola bilər. Bu günahı xəfifə almaq deyil. Əksinə, bu dəlildir ki, bəndə Rəbbindən qorxur. Lakin ola bilər ki, müəyyən səbəblərə görə günahdan dönə bilmir. Fikir verdiniz nə deyim? Günahdan dönə bilmir. Yəni, tövbə edə bilmir. Və tövbə budur. Günahdan dönmək. Tövbə ilə istiğfar arasında birinci fərq budur. Əsas fərqlərdən. Tövbə budur ki, yəni, bəndə günahdan dönüb, yəni günahı tərk edib. Elə təbə yatubu budur. Yəni, Allaha dönmək. İstiğfar yox. Ola bilsin, insan o günahı edir. Peşmandır. Edir. Lakin tərk eləyə bilmir. Ya iradəsi zəifdir, ya Allah qorusun hansısa günaha mübtəla olub, asıllıq yaranıb, ya ola bilsin dünyəvi hansısa bir səbəb rüşvəti alır, deyir, əstəğfirullah, əstəğfirullah, əstəğfirullah. Rüşvəti alıb əstəğfirullah edən, etməyəndən xeyirlidir ya yox? Xeyirlidir. Niyə? Çünki o günahı edə-edə istiğfar eləməsi dəlildir ki, o bunu haram bilir. Allahdan qorxur, lakin zəifdir. Bədbəxtdir. Lakin yenə də Allahdan bağışlanma diləyir. Bu istiğfarla tövbə arasında birinci fərqdir. Və əslində hədisdə qəsd olunan da budur. Fikir verin hədisə, ey Adəm övladı, لَوْ بَلَغَتْ ذُنُوبُكَ عَنَانَ السَّمَى Əgər sənin günahların göylərə çatsa, sonra məndən bağışlanma diləsən. Yəni, o günahlar üzərində qala-qala. Mən səni bağışlayaram və o günahların çoxluğuna əhəmiyyət vermərəm. Ona görə hədisdə məhz istiğfar gəldi. Və fayda üçün tövbə ilə istiğfar arasında olan fərqlərdən istiğfar adətən dildə olur. Tövbə qəlbdə və əməldə. Eyni ilə həmid və şükür arasında olan fərq kimidir. Tövbə nədir?
qəlbin peşmançılığı və o günahdan dönmək. Qəlb və əməl. İstiğfar isə dildə olur adətən. Yəni bir növ istiğfar, bir növ duanın bir formasıdır. Həmçinin fərqlərdən tövbə mütləq qəbul olunur. Yəni doğrudan da nasuh tövbədirsə, o mütləq qəbuldur. Tövbə nədir? Adam günahdan peşman olub və günahı tərk eləyib. Ola bilər bu qəbul olunmasın? Yox. Amma istiğfar, madəm ki insan günah edə istiğfar da edə bilir. Ola bilsin qəbul olunsun, ola bilsin yox. Və əsas fərqlərdən birisi həmçinin tövbəni o günahın sahibi edir. Başqası onun yerinə edə bilər? Yox. Mən günah eləmişəm, sən mənim yerimə tövbə edirsən. Belə bir şey var? Yox. Amma istiğfar var? İstiğfar var. Görürsən, qardaşın günah edir, dua edirsən ki, Allahım, onun günahlarını bağışla. Başqası üçün istiğfar edə bilirsən. Amma tövbə edə bilmirsən. Ana, ata və bir qardaşın ölüb gedib, həyatda yoxdur. Onun üçün Allahdan bağışlanma diləyə bilirsən, istiğfar. Bilirsən, amma tövbə edə bilmirsən. Bu da tövbə ilə istiğfar arasında olan fərqlərdəndir. İndi bildiniz nə üçün hədisdə məhz istiğfar gəldi? Ona görə Allah Azze ve Celle buyurur ki, وَالَّذ۪ينَ اِذَا فَعَلُوا فَاحِشَةً اَوْ ظَلَمُوا أَنْفُسَهُمْ O kəslər ki, faiş bir iş görər və öz nəfslərinə zülm edərlər, ذَكَرُوا اللّٰهِ فَاسْتَغْفَرُوا لِذُنُوبِهِمْ Allahı həmən xatırlayar və o günahlarından istiğfar edərlər. وَمَنْ يَغْفِرُ الذُّنُوبَ إِلَّا اللّٰهِ Və bilin ki, günahları Allahdan başqa kimdir bağışlayan? Və digər ayədə Uca Allah buyurur ki, وَمَنْ يَعْمَلْ سُوءًا اَوْ يَظْلِمْ نَفْسَهُ Fikir verin ayəyə. Kim bir pislik edə, yəni başqasına və ya öz nəfsinə zülm edərsə, ثُمَّ يَسْتَغْفِرِ اللّٰهِ يَجِدِ اللّٰهَ غَفُورًا رَحِيمًا Və sonra istiğfar etsə, o Allahı bağışlayan və mərhəmətli görər. Ona görə Həsən Əl-Basri rahmetullah aleyh öz tələbələrinə, övladlarına, bu həmçinin Loğman əleyhissalamdan da buna oxşar bir şey rəvayət olunub ki, öz oğluna nəsiyyət edəndə deyərdi ki, dilivi daima istiğfarla nəm saxla, evində olanda, evindən çıxanda, hansısa bir məclisdə olanda, bazarda yürüyəndə, daima istiğfarla, çünki məğfirətin nə vaxt endiyini bilmirsən. Xüsusən də sahur vaxtı. Sahur, yəni Ramazana nisbətdə yox, yəni səhər vaxtı. Yəni sübh namazı girməmişdən qabaqki o vaxt ki var, o xüsusən istiğfarın vaxtıdır. Və Allah Azze ve Celle Qur'anda bunu iki yerdə qeyd edib, biri Əz-Zariyyət surəsində və bil əshərihum yəstəğfirun Onlar sahur vaxtı, yəni sübh namazından qabaq istiğfar edərlər. Allahdan günahlarının bağışlanmalarını diləyərlər. Və ikinci ayədə Əl İmran surəsində Əs-sabirinə vəs-sadiqinə vəl-qanitinə vəl-munfiqinə vəl-müstəğfirinə bil-əshar Allah Azze ve Celle mömin qullarını vəsf edəndə buyurur ki, kimlərdir onlar? Səbr edənlər, sadiq olanlar, Rəbbinə qarşı itayətkar, muti olanlar, Allah yolunda infaq edənlər və səhər vaxtı Allahdan bağışlanma diləyib istiğfar edənlər. Və ona görə Uca Allah buyurur ki, ayə fikir verin, Ənfəl surəsində də ayə, وَمَا كَانَ اللّٰهُ مُعَذِّبَهُمْ وَهُمْ يَسْتَغْفِرُونَ Onlar istiğfar etdikləri müddətcə Allah onlara əzab verən deyil. Bayaqlar dediyi, hətta günah edə belə istiğfar etmənin faydalarındandır. Çünki ola bilsin insan günah edir və bu səbəb olur Allahın qəzəbinə. Lakin Uca Allah buyurur ki, وَمَا كَانَ اللّٰهُ مُعَذِّبَهُمْ وَهُمْ يَسْتَغْفِرُونَ Onlar istiğfar etdikləri müddətcə Allah günahlarına görə onlara əzab edən deyil. Hələn bu istiğfarın bu dünyada olan faydalarındandır. Deməli İbnül Qayyim rahmetullah aleyh öz şeyxi İbn Teymiyyəyə sual verir ki, hansı daha əfsəldir? Təsbih, yəni Allahı zikr etmək, yoxsa istiğfar? Yəni daha çox hansına meyilli olum? Dilimi daha çox nə ilə nəm saxlayım?
zikirlə, yoxsa istiğfarla? Həmişəki kimi, hə? İbn Teymiyyə rahmetullah aleyh, görün necə gözəl cavab verin. Öyle sualı verən kimdir? İbnül Qayyim. Biz İbnül Qayyimdən öyrənirik. İbnül Qayyim kimdən öyrənir? Öz şeyxindən. Görün indi İbn Teymiyyə kimdir? Və rahmetullah aleyh deyir ki, sualı belə cavab verir, qısa, lakanik. Deyir ki, əgər paltar, geyindiyin paltar təmizdirsə, onun üçün ətir və qızılgül suyu daha faydalıdır. Yox, geyindiyin paltar çiklidirsə, onun üçün sabun və isti su daha faydalıdır. Yəni paltarı nəyə bənzədir? Nəfsi paltara. İnsan nəfsi belədir. Yəni insan öz halına görə ya istiğfara, ya da təsbihə və zikrə yönəlir. Bu da hədisdə qeyd olunan ikinci səbəbdir. Birinci nə idi? Rəca üzərində edilən dua. İkinci səbəb istiğfar, tövbə yox, istiğfar. Ona görə İbn Teymiyyə rahmetullah aleyhin bir risaləsi var. Vasiyyətü Suğra. Alimlərdən biri ona məktub yazır, ondan nəsiyyət istəyir və Şeyxülislam ona nəsiyyət yazır, təxmini 20 səhifəlik bir nəsiyyətdir. Sonra onu alimlər şərh ediblər. Və o nəsiyyətində həmin alimə Şeyxülislam deyir ki, çalış, dilvi istiğfarla nəm saxla. İstiğfar. Sonra deyir ki, və istiğfarla yanaşı tövbə də eləsən, bu lap əla. Tövbə ilə istiğfar nə elədi? Ayırdı. Yəni demək istəyir ki, hətta hansısa günahı tərk edə bilməsən də istiğfar tərk eləmə. Mənası budur. Hansısa günahı tərk edə bilməsən də, yəni o günahdan tövbə edə bilməsən də, o günahdan dönə bilməsən də, amma istiğfarı tərk eləmə. Və hədisdə qeyd olunan üçüncü səbəb, yəni günahların bağışlanması üçün, məğfirətin əldə edilməsi üçün üçüncü səbəb, hədisi oxuyacam, cavabı siz deyirsiniz. Yəbnə Ədəm, Allah Azze ve Celle buyurur ki, ey Adəm evladı, İnnəkə ləv ətəytəni bi qurabil ardı xataya. Bu iki formada oxunur. Bi qurab və ya qirab. Hər ikisi də səhihdir. Ey Adəm evladı, əgər sən mənə yer dolusu xətalarıyla, günahlarıyla gəlsən, sümmə ləqitəni lə tuşriku bi şeyən və sonra mənə heç bir şeyi şərik qoşmadan qovuşsan, lə əteytükə bi qurabihə məğfirə və mən də sənə elə yer dolusu məğfirətlə gələrəm. Bu da üçüncü səbəb. O da nədir? Tövhid. Deməli, tövhid bəndənin Rəbbinə şərik qoşmaması, o özü özlüyündə məğfirətin əldə edilməsi üçün və həmçinin günahları üçün nədir? Səbəbdir. Lakin burada sual ortaya çıxır. Yəni, ey Adəm övladı, sən mənə yer dolusu günahına gəlsən və mənə şərik qoşmasan, yəni yer dolusu günahla gəlsən, yəni tövbə etmədən, hə? Bəli. Hədisdə məqsəd budur. Niyə? Bu o demək deyil, tövbəni biz aşağılamırıq. Yox. Sadəcə olaraq hədisdə məqsəd budur ki, çünki bu günahlardan tövbə edilsə, onda bu hədisin faydası yoxdur, mənası yoxdur. Çünki tövbə edilib axı artıq. Hədisdə məqsəd odur ki, bəndənin günahları göylərə yüksəlsə, lakin dili istiğfarla nəm qalsa, bu günahlarının bağışlanmasına səbəbdir. Həmçinin bəndə bu dünyadan yer dolusu günahlarla ayrıla bu dünyadan və qiyamət günü Rəbbinə qovuşa muvahhid olaraq. Allah Azze ve Celle buyurur ki, və mən də sənə elə yer dolusu məğfirətlə gələm. Yəni, tövbə edilməmiş yer dolusu günahlar. O bəndənin ki, o tövhid əhlidir.
Deməli, tövhid özü özlüyündə nədir? Günahlar üçün kəffarədir. Və bu Quranda sabit olub. Yüce Allah buyurur ki, İnna Allaha la yaghfiru an yushraka bihi ve yaghfiru ma dun zalika limen yasha. Allah ona şərik qoşulmasını bağışlamaz, şərik qoşulmasını. Şirkdən başqa günahları istədiyini nə edər? Bağışlayar. Şirkdən başqa günahları istədiyinə bağışlayar. Hansı günahları? Tövbə edilməmiş. Niyə? Çünki tövbə edilmiş günaha gəldikdə tövbə ilə şirk də bağışlanır da. Ayənin mənası aydın oldu. Tövbəyə qalsa tövbə ilə şirk də bağışlanır. Tövbə o günahlardan gedir ki, yəni bəndə günahlarından tövbə etməyib. Şirk ilə Rəbbinə qovuşsa Allah bağışlayacaq, bağışlamayacaq. Şirkdən başqa günahları istədiyinə bağışlayacaq, bağışlayacaq. Lakin burada bir qeyd var, o da nə? Bu Allahın istəyinə bağlıdır. Yəni hədisdə gələn yer dolusu günahlarla gəl, tövhid əhli olsan, mənə şərik qoşmasan, mən də sənə yer dolusu məğfirətlə gələrəm, bu Allahın istəyinə bağlıdır. Ona görə ayədə gəldi ki, və yaghfiru ma dun zalika limen yasha. Şirkdən başqa günahları istədiyinə bağışlayar. Ona görə biz həmişə demişik, bəd və vəid dəlilləri ki var Quran və sünnədə. Yəni kim belə-belə eləsə, belə olar. Kim belə-belə eləsə, belə olar. Ya qorxuducu, ya müjdə verən ayələr, hədislər, bunların hökmü ümumidir. Amma müəyyən bir fərdə gələndə bu Allahın istəyinə bağlıdır. Ola bilsin Allah ona bunu versin, ola bilsin Allah bunu ona verməsin, lakin hər bir halda tövhid səbəbdir. Ya insanın ümumiyyətlə cəhənnəmə girmədən birbaşa cənnətə girməsinə, ya da ən azından cəhənnəmdə əbədi qalmamasına səbəbdir. Və Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, La ilahə illallah, la tetruku zənbən. Fikir verin hədisə. La ilahə illallah, qulda, bəndədə günah buraxmır. Yəni, hətta la ilahə illallah zikri ki var, ən əfsəl zikir hansıdır? La ilahə illallah zikri. Hətta bu zikir, madəm ki özündə tövhidi ehtiva edir, bu zikir özü özlüyündə həm də günahlara kəffarədir. Ona görə bir hədisdə gəlir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm bir gün sahabələrə deyir ki, əllərinizi qaldırın və la ilahə illallah deyin. Və sahabələr əllərini qaldırırlar və bir saat la ilahə illallah deyirlər, dua etmədən. Yalnız la ilahə illallah zikri. Və sonra Peyğəmbər sallallahu aleyhi və səlləm təxmini bir saatdan sonra o da əllərini salır aşağı və deyir ki, elhamdülillah, Allah həmd olsun, Allahumma ba'athəni bihədihil kəlmə və əmərtəni bihə və va'addənil cənnə aleyhə. Allahım, sən məni bu kəlmə ilə göndərdin və mənə bu kəlməni əmrlədin və bu kəlmə üzərə bizə cənnəti vəd elədin. Sonra Allah Resulü buyurur ki, əbşiru fə innallaha qad qafara ləkum. Və sahabələrə müjdə verir ki, Allah Azze və Cəllə sizi bağışladı. Ona görə hətta fikir verin, Peyğəmbər sallallahu aleyhi və səlləm can üstündə olan adama ləqinu məvtakum la ilahə illallah. Öz ölülərinizə, yəni can üstündə olanlara la ilahə illallahı nə edin? Təlqin edin. Niyə? Çünki kimin son sözü la ilahə illallah olsa, bu onun cənnətə girməsinə səbəbdir. Hətta nəinki belə? Hətta başqa hədisdə buyurur ki, kimin cənazəsində 40 nəfər Allaha şərik qoşmayan tövhid əhli olsa, hətta onların duası ilə o səbəb ola bilər ki, Allah Azze və Cəllə həmin cənazəni əhv eləsin. Fikir verin, hədisdə necə gəldi? 40 nəfər Allaha heç bir şey şərik qoşmayan tövhid əhli. Deməli, bu da üçüncü səbəbdir. Birinci, raca üzərində dua, ikinci, istiğfar, üçüncü də ki, qulun Rəbbinə heç bir şeyi şərik qoşmaması, bax bu üçü Allahın məğfirətinə və həmçinin günahlara kəffarə olan səbəblərdən. Və bununla, qardaşlar, bu 40
42 hədisin şərhi tamamlanır. Dua edirəm ki, Allah Azza və Cəllə bizi eşidib fayda götürən qullarından etsin. Allah Azza və Cəllə günahlarımızın əffi üçün səbəb etsin. Barakallahu fikum və sallallahu ala Muhammed və ala alihi və sahbihi və səlləm.